Salam, gəlin bu sualın izahına baxaq. Maraqlı bir həndəsə sualdır. Yəni rahatdır əslində. Hardasa 7-8-ci sinif şagirdləri üçün uyğun ola bilər. Əvvəlcə bu fiquru çəkək daha doğrusu. Aha. Fiqurumuz bu şəkildədir və bizə bəzi ölçülər verilib. Əvvəlcə adlandıraq. BN, MA, DC. Bizə verib ki, MN BD-yə perpendikulyardır. Yəni 90 dərəcə. BN-i verib 4,2. AM-i 5 verib. Bizdən ND-ni soruşur. Bu hissədə X dedim. Baxırıq ki, bu nədir? Bu, deməli, düzbucaqlı üçbucaqdır. 4 kökdəki, ümumiyyətlə deyək ki, kökdəki görən zaman bilək ki, bu bərabər yanlı düzbucaqlı üçbucaqdır. Yəni, bu hissə də 45 dərəcədir, bu hissə də 45 dərəcədir. İndi ancaq burada 4 tam kökdəki katetdir. Deməli, digər katet də 4,2-dir. Bu hissə 4,2-dir. Və hipotenuza da C deyək də, C deyək. C kvadratı bərabərdir 4,2-nin kvadratı üstə gəlinsin 4,2-nin kvadratı. 4,2 zaten kökdə 32-dir. 4 tam kökdə 2 üzr istəyirəm. Kökdə 32-dir. 10 kvadratı 32, digərdə elə o şəkildə. C kvadratı 64. C nə çıxır? Mənfi müsbət 8. Tərəf də mənfi ola bilməz deyə C 8. Yəni biz buranı 8 tapdıq. Deməli kvadratın tərəfi 13-dür. Burada 13-dür, burada 13-dür, burada 13-dür. İndi bilirik ki, kvadratın bütün bucaqları necə bucaqdır? Düz bucaqdır. Burada 90-dır. Yəni burada 90-dır, burada 90 olacaq. Biz bunun 45 olduğunu zaten bu deyir ki, tənböləndir. Bu tənbölən olduğu üçün burada 45 olur. Oradan da tapa bilərik ki, burada 45-dir. Yəni 45, burada deməli 45. Görürük ki, yenə katetləri 13-13-dür. Deməli nədir? Bərabər yanlıdır. Bu xüsusi üçbucaqdır. Yəni 13-13-dürsə bu hissədə olmalıdır 13 kök 2. Ancaq 13 kök 2 bizdə nəyin uzunluğudur? BND-nin uzunluğudur. Yəni ümumi hissəmizi bizə 13 kökdə 2 verib. Baxın, bu hissəni 13 kökdə 2 verib. Buranı 4 kökdə 2 tapmışdıq. Deməli bu hissədə 9 kökdə 2-dir.